Hörmətli müəllimlər, mən bugün sizə Manus AI-dən danışmaq istəyirəm. Manus AI, bax, Manus yuxarı, brauzerin yuxarı hissəsinə yazırıq. Manus.ai.im hərfi yazırıq. Belə bir sayt açılır. Düzdür, yeni bir ilk açılanda bu formada açılmayacaq. İlk açılanda sizə giriş istəyəcəkdir. Siz orada öz hesabınızla giriş verəcəksiniz və free gündə 300 token verir sizə. 300 tokeni istifadə edə biləcəksiniz. Manus AI nədir? Manus AI bir neçə agentin, süni zəka dəstəkli agentin istifadə edir və sizin üçün müəyyən işləri görür. Məsələn, mən yazıram ki, salam, mənə brauzerlər haqqında təlim keçmək üçün prezentasiya, təqdimat lazımdır. Bunu mənim üçün hazırla. Əsasən Edge və Chrome brauzerləri barədə təlim keçəcəm. Parol idarə etməsi və qısa yollar barədə də məlumat verəcəm. Belə bir təqdimatı hazırla. Və komandanı verirəm. Görək, Manus süni zəkası mənim üçün bunu necə hazırlayır. Bunu süni zəka hazırlayana kimi biz bir musiqiyə qulaq asaq. Gördüyünüz kimi süni zəka öz kompüterində brauzer haqqında məlumatlar hazırlayır, toplayır onları, analiz edir və özü üçün addımlar hazırlayır və təqdimatın nömrələrini, yəni slaydlarını hazırlayır. Nəhayət ki, Manus AI bizim təqdimatımızı hazırladı, qurtardı. Bax, gördüyünüz kimi təqdimat buradadır. Üzərinə vururam təqdimatın, bax, prezentasiyanın. Bax, görürsünüz, brauzerlərdən effektiv istifadə, Google Chrome, Edge, Google Chrome haqqında, daxil olma menecerləri və hər biri haqqında burada qısa yollar, two-factor authentication, bu belə bir məlumat, prezentasiya hazırlayıb verir. Yəni Manus AI burada mən bunu öz kompüterimə də yükləyə də bilirəm. Bax, buradan PowerPoint formatında, PDF formatında, hansı formatda istəsəm bunu yükləyə bilərəm. Bu mənim üçün Excel-də hazırlaya bilər, bu mənim üçün Word-də hazırlaya bilər, daha böyük işlər də hazırlaya bilər. Əsas məsələ gündəlik krediti keçməmək və promptu daha dəqiq. İndi mən video çəkirəm deyə qısa prompt yazdım. Promptu nə qədər dəqiq, nə qədər detallı yazsaq, ən azı bir 5 cümlə yazsaq, o bizə mükəmməl cavab verə bilər. Uğurlar arzulayıram.